Tarixi unutmaq yox, yaşatmaq lazımdır. Təəssüf ki, Sovet dövründə uzun illər tariximizi bizdən məqsədli şəkildə gizlətməyə çalışıblar. 1918-ci ilin martında ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımı uzun illər ərzində xalqımızdan gizlətdikləri kimi. Birinci Dünya Müharibəsinin sonlarına yaxın 1918-ci ilin mart ayında Azərbaycanın müxtəlif yerlərində Azərbaycanlı əhali ermənilər tərəfindən kütləvi qırğınlara, soyqırımına məruz qaldı. Həmin ilin martın 30-da axşamüstü Stepan Şaumyan başda olmaqla Bakı Soveti və erməni daşnaq dəstələri tərəfindən dinc türk-müsəlman əhaliyə qarşı soyqırımına başlanıldı. Mart 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə həyata keçirilən qətliamda 12 minə yaxın azərbaycanlı amansızcasına öldürüldü. 10 minlərlə insan itkin düşdü. Mindən artıq kənd yandırıldı və dağıdıldı. Soyqırımı xüsusi qəddarlıqla həyata keçirildi. Dinc əhali quyulara, yanar təndirlərə atıldı. Nə uşaqlara, nə qocalara, nə qadınlara rəhm edildi. Öldürülmək üçün türk, müsəlman olmaq kifayət edirdi. Həmin dəhşətli hadisələrə şahid olmuş Kulner soyadlı bir alman 1925-ci ildə bu haqda yazırdı. Ermənilər Azərbaycanlı məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıçla parçalayır, süngü ilə dəlmədeşi edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 Azərbaycanlı cəsədinin qulaqları, burunları, qarınları doğranmışdı. Ermənilər uşaqlara acımadıkları kimi yaşlılara da rəhm etməmişdilər. Rəşdən xanım, Azərbaycan tarixən çox sınıqlardan keçib. Azərbaycan tarixində çox faciəli səhifələr yazılıb və bütün bunlarda erməni xislətinin də rolu xüsusi olub. Elə 1918-ci hadisələri də ermənilərin uzun müddət detallı işlədikləri bir siyasətin həm də bir mərhələsi sayıla bilər. Ermənilərin heç bir fakta, heç bir tarixi sənədə əsaslanmadan bu Azərbaycan torpaqlarının hesabına böyük Ermənistan yaratmaq xülyaları təbii ki, əsassızdır və tarix var, həqiqətlər var, sənədlər var və ilkin olaraq təbii ki, siz bilirsiniz ki, Daşnaqstun partiyası yaradıldıqdan sonra bunlar tam heyətlə, belə deyək, öz planlarını çox əcaib formada terrorlarla günahsız insanların öldürülməsi, onların başına müsibətlərin gətirilməsi, sui-qəsdlər və digər bu insanlığa sığmayan xüsusiyyətlərlə soyqırımlar və deportasiyalar həyata keçirdilər. 1905-ci il soyqırımları təbii ki, Qarabağ ərazisində, İrəvan torpaqlarında, yəni bunlar tarixdə bəllidir və bununla bağlı sənədlər Osmanlı arxivində çox sayda var. Və 1918-ci il soyqırımları isə bütün Azərbaycan torpaqlarını demək olar ki, əhatə etmişdir. Və İslamda bilirsiniz, belə bir məsələ var, insanlar qorunmaq məqsədi ilə Allahın evinə sığınırlar və Şamaxıda belə bir hadisə olmuşdu. Cümə məscidində və digər bir neçə məsciddə insanlar qadınları, uşaqları, qocaları qorumaq məqsədi ilə Allahın evinə sığınmışdılar, bəstə oturmuşdular və ermənilər buna baxmadan bildiyiniz kimi bir neçə məscidi yandırmışdılar və Azərbaycan torpaqlarında soyqırımlar həyata keçirilərkən çox peşəkar dırnaqarası generallar dəvət olunmuşdu, hansı ki, bunlar Türkiyə ərazisində soyqırımlarda iştirak etmişlər və də təcrübəli idilər. Yəni, müharibədə iştirak etmiş, eyni zamanda terror soyqırımlarda təcrübəsi olan Andrenik idi, ki, buna qulağı kəsik Andrenik idi, Lalayan idi, Şamaxıda soyqırım həyata keçirmişdi. Hamazasp idi ki, Quba torpağında soyqırım həyata keçirmişdir. Bir məsələni də qeyd edək ki, soyqırımlar nəticəsində 50 mindən çox dinc insan, uşaq, qoca
qadın soyqırıma məruz qalmışdılar. İnsan sayının bu qədər çox olmasının bir səbəbi də o idi ki, azərbaycanlılar müharibə görmədikləri üçün, müharibəyə getmədikləri üçün, xüsusilə Birinci Dünya müharibəsində erməni, ruslar xüsusi diviziyaları var idi. Amma azərbaycanlıların yalnız bir diviziyaları var idi və bununla da təbii ki, silahdan istifadə, hərbi qaydaları bilmək təcrübəsi nə dərəcədə ola bilərdi və bu da öz rolunu oynamışdı ermənilər gələrkən. Tarixi sənədləri araşdıranda məlum olmuşdu ki, Quba ərazisinə, Quba qəzasına 6000-dən yuxarı erməni silahlı dəstəsi gəlmişdi və bunlar tam silahlı insanlar idi. Eyni zamanda da pulemyotlarla gəlmişlər. Bir neçə pulemyot var idi. Təsəvvür edin ki, müharibədə iştirak edəməyən yerlilər silahsız, sursatsız və üzərlərinə gələn peşəkar müharibə təcrübəsi olan ermənilər və qanıçənliyi ilə tanınan dırnaqarası generallar. Təbii ki, insanlarımız bir vəhşət yaşamışdılar. Quba soyqırım məzarlığı 2007-ci ilin aprelində ərazidə aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilib. Həmin ilin iyul ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən ərazidə tədqiqat işlərinə başlanılıb. Arxeoloji qazıntılar nəticəsində insan sümükləri ilə doldurulmuş 2 quyu və 2 kanal aşkar edilib. 2008-ci ilin sentyabrında tədqiqat işləri yekunlaşdırılıb və bu məzarlığın 1918-ci ildə ermənilər tərəfindən həyata keçirilən soyqırımı ilə bağlı olduğu müəyyən edilib. ...1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba şəhəri talanlara və yanğınlara məruz qalıb. Qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu ildə Quba şəhərində soyqırımı memorial kompleksinin yaradılması haqqında sərəncam imzalayıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Qudyal çayın sol sahilində inşa edilən kompleksin açılışı 2013-cü ilin sentyabrın 18-də keçirilir. Əbu Talib bəy, Quba Memorial kompleksi torpağın dərin qatlarında gizlədilmiş tarixi həqiqətlərin üzə çıxarıldığı bir abidədir. O, özünün lağ sükutu ilə 18-ci il soyqırımı ilə bağlı həqiqətləri əslində haykırır. Və burada hər detal, hər incə bir, belə deyim, ştrix məhz həmin soyqırımla bağlı o qanlı, qadalı, faciəli günləri xatırladır. Təsirlənməməksə mümkün deyil. Düzdür. Quba soyqırımı memorial kompleksi erməni vandalizminin əyani sübutudur. Quba şəhər stadionu arasında aparılan qazıntılar zamanı təsadüf nəticəsində kütləvi məzarlıq şəkillərdən də görürsünüz ortaya çıxmışdır. Məhz burada Milli Elmlər Akademiyasının Arxeologiya və Etnografiya İnstitutunun alimləri tədqiqat işləri aparmış. Nümunələrdən məlum olmuşdur ki, burada 1918-ci ildə qətlə yetirilən yerli sakinlər bastırılıb. Və o da məlum oldu ki, bilirsiniz ki, Quba multikultural bir yerdir. Burada Yahudi, Ləzgi, Tat, Çek, Xınalıq və digər etnik qruplar insanların sümükləri də burada aşkarlanmışdır. Məsələn, ermənilər burada daxil olan zaman bütün yaş qrupu insanları burada öldürərək burada bastırmışlar. Düşünürlər ki, qarşıdan Qudyal çay axır, çay yub aparacaq, bu erməni vəhşiliyi yer üzündən silinəcək. Amma elə olmayıb, illər sonra Allah bizdən yana olub. 2007-ci ildə təsadüf nəticəsində üzə çıxıb. 1918-ci ildə ermənilər bütün yaş qrupu insanları öldürüblər. Yəni,
uşaq, qadın, yaşlı, cavan bilmədən hər kəsi burada qətlə yetiriblər və o balacalar uşaqları əks etdirir, orta yaş və qocalara simvolik olaraq və ruhlarına hörmət əlaməti olaraq. Alma ağacı isə Qubanın simvolu olaraq burada öz əksini tapmışdır. Muzeyimiz 3 hissədən ibarətdir. İlk hissədə dinc əhalinin gündəlik həyatı təsvir olunur və onu göstərməyə çalışmışıq ki, burada, yəni ermənilər daxil olan zaman dinc əhali bu vəhşiliklərə hazırlıqlı deyildi. İkinci hissədə bizim xəritəmiz əks olunur. O bütöv xəritəmiz, hansı ki, bugün ermənilər öz tərəfindən danışmağa çalışırlar, amma biz onu sübut kimi gələn ziyarətçilərə, əsasən xaricilərə çatdırırıq. Orada, yəni xəritədə bütöv Azərbaycan göstərilir. Ondan əlavə siz Quba qəzasında olan görüntülər görürsünüz. Burada insanların yaşam tərzi, həmin vaxtda orada şahid qismindən dindirilən insanlar göstərilir. Bütün sənədlərlə burada öz əksini tapır. Və onu da qeyd edək ki, muzeydə olan bütün fotolar, şəkillər, orijinal sənədlərin surətləridir burada qorunub saxlanılır. Yəni hər biri arxivdən götürülmüş sənədlərdir. Bundan əlavə biz burada Fövqəladə Tədqiqat Komissiyasının fotolarını görürük. Hansı ki, bilirsiniz ki, çox böyük işlər görmüşlər həmin dövrdə. Onu da qeyd edək ki, ümumi Azərbaycanda 50 mindən çox insan qətlə yetirilib. Sırf Quba qəzasında 16 mindən çox insan öldürülüb. Və bu hissəmizdə isə siz məzarlığın görüntülərini görürsünüz. Bir dənə də olsa o həmin məzarlığa gələndə çox böyük bir dəhşət idi. Biz bir dənə də olsa insan qalxına, yəni normal şəkildə rast gəlmək mümkün deyildi. Ya kəllə sümüyünün içində mismar sancılmışdı, kəsilmiş, doğranmış, kütləviyyətlə işgəncə verilmiş halda hər bir kəsib doğramışdı bura. Və çıxışımızda isə bizim ictimai-siyasi xadimlərimizin həmin dövrdə olanların münasibətləri yer alır və sonluqda isə biz bilirsiniz ki, Türkiyə-Azərbaycan qardaşlığı ta qədimə qədər söykənir. Necə ki, 44 günlük zəfərdə hər zaman Türkiyə yanımızda olub, həmin dövrdə də Türkiyə yanımızda olmuşdur. Qafqaz İslam Ordusu adına Nuri Paşa öz dəstəsinə kömək gəlir və sonluğumuz onunla tamamlanır. Ekspozisiya unikal arxiv sənədləri ilə zəngindir. Bütün bu materiallar haqqında isə muzeydə nümayiş olunan elektron lövhələrdə 3 dildə tanış olmaq mümkündür. Abidə Muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalisinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyasında hər bir qəzanın tarixi faciəsi zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilir. ...1918-ci ilin mart qırğınları zamanı təkcə 10 minlərlə insan qətlə yetirilmədi. Həm də bu qanlı olayları tarixə çevirəcək milli mətbuat orqanları dağıdıldı. Soyqırımı zamanı Azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdılıb. Açıq Söz, Kaspi qəzetlərinin redaksiyaları, Azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi İsmailiyyə binası yandırılıb. Təzəpir məscidinin minarələri zədə alıb. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Fövqəladə İstintaq Komissiyasının materiallarında 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8000-ə qədər dinc sakinin qətlə yetirildiyi, Şamaxı Cümə məsciddə daxil olmaqla əksər mədəniyyət abidələrinin yandırılıb dağıdıldığı, Cavanşir qəzasının 28, Cəbrayıl qəzasının 17 kəndinin tamamilə məhv edildiyi, əhalisinin isə öldürüldüyü qeyd olunub. Qırğınlar yalnız aprelin 2-sində dayandırılıb. Muzeydəki ekspozisiyanı bu müasir incəsənət əsəri tamamlayır. Nəhəng metal lövhə üzərinə əks olunan insan sifətləri. Əsərin mənası isə tarixin qan yaddaşına qopan mart qırğınına müasir baxışı, çağdaş dövrün münasibətini ifadə edir. Müxtəlif qəzalarda baş vermiş soyqırımları zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən də onları dəfn etmək mümkün olmayıb. Zalın mərkəzində belə qurbanların xatirəsinə qara mərmər daş ucaldılır. Abidənin iti ucuları şiddətli ağrını təcəssüm etdirir. İti ucuların yerin altından üzə çıxması isə həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədi ilə layihədə hər hansı bəzəkdən istifadə olunmuyor. Abidənin mərkəzi hissəsində böyük qara bir daş var. Bəs o hansı məqsədlə məhz həmin şəkildə qurulub? Həmin o qara mərmər Azərbaycandakı 50 minlik soyqırım qurbanının xatirəsinə bədləşdirir.
Üzərində də görürsünüz tikanlı məftil, əl cizgiləri, üz cizgiləri, imdad diləyən insanlar bu bizim ağrılı acılı günlərimizdən xəbər verir. Və muzey qapalı olduğuna görə yeganə pəncərə məhz onun üzərində yerləşir. Bu ondan xəbər verir ki, illər boyu yerin altında qalan bu vəhşiliyə Allah bir gün işıq uzatır, bu fakt üzə çıxır. Necə ki 2007-ci ildə 1918-ci ildən sirr olaraq qalan məzarlıq təsadüfən üzə çıxmışdır. Soyqırım həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hansı addımlar atılır? Təbii ki, kompleksin yaradılması, bura gələn ziyarətçilərin məlumatlandırılması bir istiqamətdə həyata keçirilən layihədir. Amma sən də tarixçisiz, özünüzün də elə araşdırmalarınız məhz Cümhuriyyət dövründə də bu mərhələni işıqlandırıb. Ona görə də bununla bağlı hansı qeydlər edə Ümumiyyətlə bilərsiniz? bildirir ki, bu soyqırımlar bir məxfi sənədlər kimi arxivlərdə Sovet dövründə qalmışdı və toxunulmaz idi, məxfi idi və bunlara ilk dəfə Novatskidə Fövqəladə Tədqiqat Komissiyasının vəkillərindən idi. Hansı ki, Qubada da soyqırımla bağlı Fövqəladə Tədqiqat Komissiyasının sənədlərini o araşdırmışdı. Və onun sənədləri çıxır. Ondan sonra bizim alimlərimiz, ziyalılarımız, Atakan Paşayev və digərləri bu məsələləri həssaslıqla yanaşırlar. Kompleks sadəcə bir muzey funksiyasını daşımır, eyni zamanda elmi müəssisədir və elmi müəssisə olduğu üçün burada mütəmadi olaraq beynəlxalq simpoziumlar, seminarlar, forumlar keçirilir və bunun da məqsədi təbii ki, təbliğatı həyata keçirmək, Azərbaycan həqiqətlərini, tarixi həqiqətləri olduğu kimi çatdırmaqdır. Burada isə bu faktlar hamısı var, yəni əsasən foto şəkillər Lev Daşkeviç tərəfindən, bilirsiniz ki, Fövqəladə Tədqiqat Komissiyası tərəfindən polyak fotoqraf dəvət olunmuşdu, 105 şəkil çəkilmişdi. Arxiv sənədlərindən surətlər var kompleksdə. Bunlar da həmin şahid ifadələridir, protokollardır və təbii ki, kütləvi məzarlıq. Yəni, bunların olduğu yerdə nəyəsə şübhə etmək, nəyəsə düşünmək artıq olar. Eyni zamanda bir məsələni də bildirim ki, bizim 200 minə yaxın təxminən xarici ziyarətçilərimiz olub və bu xarici ziyarətçilər əksərən insanlar gələndə, bir də görürsən muzeydən çıxanda vahimələnirlər, o hisslərini gizlədə bilmirlər. Çünki insanın təfəkkürünə sıxmır. Axı bu insanların günahı nə idi? Və bu acı həqiqətlərimizi bilməliyik ki, 200 ildə başımıza gələnləri bilməliyik ki, bu hadisələri bizim övladlarımız, gənclərimiz bilməlidir, təbliğ etməlidir ki, bu bir daha təkrarlanmasın və dünya Azərbaycan torpaqlarında baş vermiş soyqırımları tanımalıdır. Böyük təşkilatlar, beynəlxalq təşkilatlar təbii ki, bu soyqırımları tanımalıdır. 1918-ci ilin mart hadisələri Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də istiqlal mübarizəsini dayandıra bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman şərqində ilk dəfə olaraq Respublika İdarə Üsulunu qurdu. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti kimi 26 mart 1998-ci ildə 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə sərəncam imzaladı. Təəssüf ki, bu soyqırıma beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib. Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurtlarından didərgin salınması, sürgün olunması 20-ci əsrin ən faciəli səhifələrindəndir. Bu tarixi unutmamalı və unutdurmamalıyıq.